Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Sənin barəndə yaxşı gümanda olanın zənnini doğrult. Əməl və işlərin ən yaxşısı öz nəfsini onun yerinə yetirilməsinə məcbur etdiyin işdir. Dünyanın acılığı axirət şirinliyidir. Dünyanın şirinliyi isə axirət acılığıdır. Allah imanı şirkdən təmizləmək üçün, namazı təkəbbür və məğrurluqdan paşlaşmaq üçün, zəkatı ruzi vasitəsi olması üçün, orucu insanların sədaqət və səmimiyyətlərini sınamaq üçün, həcci dinin güclənməsi üçün, cihadı İslamın izzəti üçün, əmr be mərufu adi xalq kütləsini islah etmək üçün, nəh əz münkəri ağlı az olanların qarşısını almaq üçün, qohumluq tellərini birləşdirməyi saylarının çoxalması üçün, qisası qanların qorunması üçün, şərab içilməməsini ağılları qorumaq üçün, oğurluqdan uzaqlığı, paçlaşmağı gerçəkləşdirmək üçün, zina etməməyi, soy və nəsillərin düzgün qalması üçün, şahidlikləri inkar edilən şeylər üçün kömək istəməyə görə, yalan danışmamağı, düzlüyün böyüklüyünü aşkar etmək üçün, salamı qorxulu yerlərdən xatircəmlik üçün, imamət və rəhbərliyi xalqın nizam intizamı və rahatlığı üçün, itaət və tabeçiliyi imamətin böyük hesab edilməsi üçün vacib edib. Ey Adəm övladı! Özün-özünün canişin və qəyyumun ol, mal və var-dövlətindən səndən sonra vermələrini istədiyini özün ver. Tünd xasiyyətlilik və əsəbilik dəliliyin bir növüdür. Çünki tünd xasiyyətli və əsəbi şəxs peşman olur. Buna görə də əgər peşman olmasa, dəliliyi öz yerində qalmaqdadır. Bədənin sağlamlığı həsədin azlığındadır. Qohum əqrabanı gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et. Eşitmə qüdrəti səs və fəryadları əhatə edənə and olsun ki, hər kim bir qəlbi sevindirərək şad etsə, Allah həmin sevinç və şadlıq müqabilində o şəxs üçün bir lütf və mehribançılıq yaradar ki, ona kədər üz verəndə həmin mehribançılıq hündürdən axan su kimi həmin kədərə tərəf axsın və yad dəvə qovulub uzaqlaşdırılan kimi müsibəti ondan uzaqlaşdırsın. Əliniz aşağı olan zaman sədəqə verməklə Allahla ticarət edin. Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla əzab və cəzaya yaxınlaşıb. Nə çox adam ki, pisliklərinin gizli qalması ilə aldanıb. Nə çox adam ki, onun barəsindəki xoş sözlər nəticəsində fitnə və çətinliyə düşüb. Allah heç kəsi ona möhlət vermək kimi imtihan etməyib. Çəkişmə və davadalaşda çətinlik və məhv olma vardır. Qadınlar həddi buluğa çatan zaman ata qohumları onu ərə verməyə ana qohumlarından daha layiqdilər. Bacardıqca qadınlardan uzaq olun. İman qəlbdə ağ nöqtə kimi yaranır, zahir olur. İman artdıqca həmin ağ nöqtə də artır. Əgər birinin alacağı varsa və həmin borcu alıb almayacağını bilmirsə, onu alanda üzərindən keçmiş il üçün onun zəkatını verməsi vacibdir.